Hər kəs diqqətlə qulaq asın. LG markalı paltaryanlarda hər kəsin bir dənə sualı var. Ay usta, biz necə bilək ki, paltaryanımız suyu qızdırır və ya su qızdırıcı yanıb yoxsa yanmayıb? Onu özün usta olmadan ev şəraitində yoxlaya bilərsən. Necə yoxlayırsınız? Məsələn ki, LG markalı paltaryanında və yaxud da bu dediyim bütün markalara aiddir. Nəinki LG, hamısında, çünki proqramların adı, dərəcələr eyni olur. Baxın, nə edirsiniz? Paltaryanınız yoxlamaq istəyirsən ki, qızdırır yoxsa qızdırmır? Sənin bir dənə bu sual cavabı maraqlıdır. Həmişə ki, görəsən qızdırır yoxsa. Elə adam var deyir ki, qızdırmır, məlum olur ki, sonra qızdırır. Elə adam da var deyir qızdırır. Amma yoxlayandan sonra görür ki, qızdırmır. Sən demə 5 ay qabaq qızdırmış, indi qızdırmır. 3 ay qabaq ya 1 ay qabaq qızdırırmış, indi qızdırmır. Bunu necə yoxlayırsınız? Axıra qədər baxın, heç olmasa bir dənə sağ oldan, çox sağ oldan yazın. Yorumlarda mən də bilim ki, sizə faydan var. Sizin də mənə bir dənə heç olmasa bir sağ ol deyə bilirsiniz. Burada da kayıt var. Kayıtda da saxlayın ki, lazım olanda gələcəkdə sizə bir dənə ustavınız olsun ki, təmirlə bağlı sizə kömək eləmək olsun. Yəni zəng eləyə bilərsiniz. İndi təmir ehtiyacınız varsa, nömrə səhifədə var. Buyurun zəng edin. Keçək məsələyə necə yoxlayırsınız? Baxın, indi göstərirəm. İndi bu paltaryan işləyir, amma siz elə bilin ki, bu işləmir. Baxın. Paltaryan sönülü haldadır, düzdür? Yoxlamaq istəyirsiniz ki, bu qızdırır yoxsa yox. Birinci paltaryanı yandırırsınız. Pambıq rejim var. Bütün paltaryanlarda var. Holopak seçdiniz. Dərəcəni gəlirsiniz. Baxın. Ayarlayırsınız. Ya 60 ya 95 qoyursunuz. Sadəcə bir dənə start verirsiniz. Bu nə deməkdir? Yəni paltaryanınız artıq işləyəcək, qızdıracaq. Qızdırmırsa, deməli su qızdırıcımız yanıb. Startdan sonra saata baxırsınız qol saatına. Bu saat düşəcək, qalxacaq. Bura baxmayın. Qol saatına baxın, divar saatına. 35 dəqiqə sonra gəl 53 yaşına vur. Əgər istilik varsa qızdırır, istilik yoxsa qızdırmır. Bir dənə də məsələ var ki, çox adam deyir ki, məndə 2 qapıldır. Burada şüşədə 2 şüşəlidir, qoruyucu var. Bəs onu necə bilim? Onda necə biləcəksən? Gözləyəcəksən. Birinci mərhələnin suyunu boşaldanda, görürsən ki, boşaldır artıq suyu, düzdür? Ya da 35-40 dəqiqədən sonra söndürəcəksən. Bax, söndürəcəksən, qoyacaqsan su boşaltmaya, start verəcəksən 40 dəqiqədən sonra əlini gəlib bu kanalizasiya şlankına vuracaqsın. Əgər burada istilik varsa, qaynar su gedir. Deməli qızdırıb. Yox, buz kiminsə paltaryanınız suyu qızdırmır. Bunu da ona görə dedim ki, elə adam var, onda burada şüşədə qoruyucu var, əlini vura bilmir, istiliyi bilmir. Həmin adamlar üçün də göstərdim. Yoxlayın, bu gün test edin, baxın, nəticələri də bilin. Su qızdırmırsa içinə kir yığılır, iyi gələcək, paltarlarınız təmiz yuyulmayacaq. Özünüzə yaxşı baxın.